Bu çəki dərəcəsi üzrə boksçuların ümumi sıralamasına WBA versiyası üzrə çempion Meksikalı Juan Manuel Marquez başçılıq edir. İkinci pillədə Amerikalı Leymar Peterson qərarlaşıb, bu yaxınlarda Danny Garcia ilə döyüşəcəyi gözlənilən Amir Khan isə üçüncüdür. Beləliklə, biz döyüşün lap əvvəlinə yollanırıq. Qarşılaşma artıq başlayacaq. Bu möhtəşəm boks qarşı durması Kassidisi ekranlarda görürük. Əslində bu Yunan əsilli bir familiyadan, ancaq Avstraliya ilə təmsil edir Kassidis və görürsünüz ki, ilk dəqiqələrdən fəal döyüş izləyirik. Hər iki boksçu çox fəaldır. Çox sərt, sürətli başladı görüş. Kassidis dərhal irəli atıldı və rəqibini hazırda ringin küncünə doğru sıçışdırmağa cəhd göstərir, ancaq Menşahda heç də geri qalmır və məlumat üçün bildirim ki, artıq yəqin ki, ekranların aşağısından titrlardan da gördünüz. Anonslardan da gördünüz ki, Kassidis sarı şortda, onun rəqibi Menşah isə ağ şortda mübarizə aparır. Hələ ki, cəmi heç bir dəqiqədə arxada qalmayıb, geridə qalmayıb. Bununla belə boksçular çox aktiv, çox sürətlə mübarizə aparırlar, çox fəaldılar. Sürətli zərbələrin şahidi oluruq. Yenidən Kassidis rəqibini ringin küncünə doğru sıxışdırır. Bir neçə dəqiq zərbə həm aşağıdan, həm də yuxarıdan endirilən zərbələrin şahidi oluruq. Kassidis daim belə dayanmır, bir an olsun belə dayanmır və öz zərbələrini davam etdirir. Boksçular haqqında danışanda müəyyən məlumatlar verdik. Kassidis Olimpiya oyunlarında iştirakçısı olmuş bir boksçudur. İndi isə o IBF kəmərində mütləq çempionluq arzulayır bu çəki dərəcəsində. Ona görə də bu görüşdə Albert Menşahı məğlub etməlidir. Menşah isə ümumiyyətlə 2005-ci ildən bu yana məğlubiyyətin nə olduğunu bilmir. Hələ ki məğlub olmur bu boksçu. Aktivində 31 döyüş var və bu görüşlərin hamısında qələbə qazanıb, 22 nakautu var. Görürsünüz ki, çox böyük bir nəticədir. Bu görüşdə necə olacaq? Bunu bir qədər sonra biləcəyik. Hələ ki, birinci raund davam edir. Kassidis çox fəaldır. Baxmayaraq ki, onun rəqibi boyca bir qədər üstündür. 5-ci raund. Artıq müəyyən qədər arxada qalıb ki, boksçuların hərəkətlərinə hakimlər normal şəraitdə, normal qiymət versinlər. Düzdür, boksçular biri Avstraliyanın, digəri isə Qananı təmsil edirlər. Bununla belə görüş, peşəkar boks döyüşləri üçün ənənəvi yer olan Las Vegas'da, Amerika Birləşmiş Ştatlarında keçirilir. Əlbəttə, rəqibin boynundan yapışmaq olmaz. Bu baxımdan da hakim Menşaha xəbərdarlıq etdi. Tornado ləqəbi yazılır Menşahın. Onun şortunun önündə. Boksçular artıq müəyyən qədər öz hərəkətlərində bir qədər sürəti azaldıblar. Bu da təbii sayılmalıdır, çünki birinci raundla 5-ci raunddakı mübarizəni eyniləşdirmək, müqayisə etmək olmaz. Çünki o görüşün əvvəlləri idi, boksçuların belə fiziki hazırlığı normal vəziyyətdə idi. Onlar görüşə başlayırdılar və hər şeyə əvvəlcədən ölçüb biçərək başlayırdılar. İndi isə artıq müəyyən qədər fiziki qüvvə tükənib. Görürsünüz, artıq 8-ci raund. Kassidis müəyyən qədər əldən düşmüş görünür. Hiss olunur ki, Menşah bir qədər də olsa rəqibindən fiziki cəhətdən fərqlənir. Ancaq əlbəttə bu nə qədər həll edici faktor olsa da qalibin müəyyənləşdirilməsində hətta vacib rol oynamır. Fiziki cəhətdən yaxşı hazırlıqlı olmaya bilərsən, ancaq elə zərbə indirə bilərsən ki, həmin zərbə rəqib üçün sarsıdıcı zərbə ola bilər. Kassidis də təcrübəli bir boksçudur. Yəqin ki, Menşahın da bütün
döyüş tərzini özü üçün incələyib müəyyən nəticələr çıxardır və bu görüşdə də məhz buna uyğun olaraq hərəkət edir. Görürsünüz ki, özün əllərindən istifadə edərək Menşah rəqibin irəli gəlməyinə imkan vermir. Artıq 8-ci raundunda sonlarıdır. Görüşün baş çatmasına cəmi 17 saniyə qalıb. Hələ ki, bu görüşdə biz knockdown izləməmişik. Çox maraqlıdır, fikir verin, geridə 8 raund qalıb, artıq 2 raunddan sonra görüş yekunlaşacaq, ancaq hələ də biz knockdown izləməmişik. Kassidis 8-ci raundun sonlarında çox fəal idi və artıq görüşün sonlarıdır. 10-cu raund, son 50 saniyə gedir. Artıq Kassidis lap əldən düşüb. O qədər fiziki qüvvə sərf edib ki, əlbəttə fiziki cəhətdən belə yorğun olanda ani bir güclü zərbə hər an boksçunu yerə sərə bilər. İndi Menşah bundan faydalana bilər, ancaq o özü də çox qüvvə sərf edib. Bunu da nəzərə almaq lazımdır. Yəni, boksçular bu cəhətdən müəyyən qədər qüvvələrə bərabərdir. Kassidis görürsünüz ki, sürətlə zərbələr endirir. Baxmayaraq ki, onun gücü tükənmək üzrədir. Bununla belə o əlləri ilə hərəkətləri davam etdirir. Zərbələri sürətli olmasa belə Avstraliyalı boksçu bu görüşdə Afrika qitəsindən olan həmkarını, rəqibini məğlub etmək əzmindədir. Beləliklə, hakimlərin işarəsi gəldi, görüşün başa çatdığı haqqında işarə gəldi və indi artıq rəqiblərdən hansınınsa qalib gəldiyini elan etmək vaxtıdır. Beləliklə, hal hesabı ilə qalib hansı idmançı, hansı boksçu oldu? Avstraliya yoxsa Afrika? Və qələbə qazanan idmançı Afrika qitəsinin təmsilçisi olur. Hal hesabı ilə Albert Menşah bu görüşdə qalib gəldi və IBF versiyasında orta ağır çəkidə ən güclü oldu və bununla bağlı xüsusi kəmər. Boksda hamının arzuladığı bir titul, kəmər onun belinə bağlanır. Menşah bu görüşün qalibi idi.